Hər kəsə salam. Bu dəfəki saatlarım Azərişıq üçün hazırlanır. Azərişığa aid saatlar hazırlamalıydım. Öncəliklə eskiz nümunələri fikirləşərkən bizim ağlımıza gəldi ki, niyə də əsl işığa aid elementlər əlavə etməyək? Yəni ki, bir nümunə şəkil kimi olacaqdı. Digər nümunə isə sadəcə qara epoksidən rəng keçidləri ilə olacaqdı. Onlar hər iki nümunəni bəyəndilər və ikisini də sifariş etdilər. Sözün düzü birini sifariş edəcəklərini gözləyirdim və daha sonra isə artıq mən işə başlayıram. Şəkilli nümunəni üzərini epoksi ilə və daşqaşlarla düzəltdikdən sonra digər nümunənin də rəng keçidlərini və daşqaşlarını düzəldə bilərik. Daha sonra isə üzərinə simvollar, loqolar və s. əlavə edilir və saatlarımız demək olar ki, tam hazırdır. Qara rəng tonlarında olan saatımızın da saatın rənglərini əldə etdikdən sonra səthin üzərinə tökürəm. Keçidləri əl vasitəsilə yayıram. Maraqlı rəngli mərmər keçidləri əldə etməyə çalışıram. Daha sonra yenidən simvolları üzərinə qoyuram, loqoları qoyuram və bu saatımız da demək olar ki, hazırdır. Bu arada hədiyyəlik özəl qutulara da qoyuldu. Və sizcə bu əl işlərim necə alındı? Bəyəndinizsə like etməyi və izləmədə qalmağı unutmayın. Fikirləriniz önəmlidir. Sizcə bu saatlar necə alındı?